Bugün leksikologiya bölməsindən bəzi qaydalarının qısa izahına baxacağıq. İlk öncə baxırıq leksika sözünün mənasına. Leksika Yunan sözüdür. Lekos söz, logos təlim deməkdir. Yəni söz haqqında təlimdir. Leksikologiya dilçiliyin bir bölməsi olub dildəki bütün sözləri öyrənir və dildəki bütün sözlər hamısı birlikdə dilin lüğət tərkibini təşkil edir. Söz dilin əsas vahididir. Yəni biz bir-birimizlə söz vasitəsindən əlaqə saxlayırıq və hər bir sözün həm leksik, həm də qrammatik mənası ola bilər. Yəni sözün iki mənası var: leksik və qrammatik mənası. Leksik məna nədir? Onun birbaşa ifadə elədiyi məna. Hər hansı bir sözü deyərkən ilk başa düşdüyümüz məna. Məsələn, qələm. Qələm yazı yazmaq üçün bir əşyadır. Bu həm qələm sözünün leksik mənasıdır. Qrammatik məna isə onun hansı nitq hissəsi olması, nitq hissəsi kimi xüsusiyyətləri, sualları və s. Qələm sözünün qrammatik mənası: qələm isimdir, təkdədir, nə sualına cavab verir, adlı haldadır və s. isə bu qələm sözünün qrammatik mənasıdır. Qeyd edək ki, dildə olan bütün sözlərin leksik mənası olmur. Dildə olan əsas nitq hissələrinin isim, sifət, say, əvəzlik, zərf və feillərin həm leksik, həm də qrammatik mənası olur. Çünki bu nitq hissələrin hər birini dedikdə, nitq hissələrini daha doğrusu təşkil edən sözlərin hər birinin müəyyən bir ifadə elədiyi məna var. Qrammatik məna isə köməkçi nitq hissələrinin isə yalnız qrammatik mənası olur. Həmin sözlərin leksik mənası olmur. Məsələn, köməkçi nitq hissələrindən bağlayıcı deyək və bağlayıcısı. Və bağlayıcısının bağlayıcı olması onun elə qrammatik mənasıdır. Amma və sözünü dedikdə bu hər hansısa konkret məna ifadə eləmir. Sadəcə sözləri və ya cümlələri bir-birinə bağlamağa xidmət edir. Ona görə köməkçi nitq hissələrinin, hətta şəkilçilərin belə qrammatik mənası olur. Amma leksik mənası olmur. Sözün digər bir məna həqiqi və məcazi mənası olur. Həqiqi məna nədir desək, yenə sözü deyərkən sözün birbaşa, ilkin ifadə elədiyi məna onun həqiqi mənasıdır. Yəni buna həm də dominant məna deyilir. Həqiqi mənadan törənmə digər mənalar isə məcazi məna adlanır. Məcazi məna ilkin məna ilə bağlılığı demək olar ki, qoruyub saxlayır. Çox zaman insana məxsus olan deməli əlamət və hərəkətlər cansız əşyalar üzərinə köçürülməklə yaranır. Məsələn, biz desək ki, qızıl sözü. Qızıl üzük, burada qızıl həqiqi mənadadır. Əgər desək qızıl payız, buradakı qızıl sözü məcazi mənadadır. Sadəcə qızılın rənginin sarılığı payızda ağacların, yarpaqların tökülməsi ilə yaranan xəzəlin sarılığı ilə müqayisə olunub, köçürülüb üzərinə və qızıl payız məcazi mənadadır. Və yaxud da ki, oyandı, deyirəm, körpə oyandı, həqiqi mənadadır. Təbiət oyandı, burada oyandı, məcazi mənada olacaqdır. Bir sözün məcazi mənada olması onun həm də çox mənalı olması deməkdir. Yenə buradan da deyirik ki, bir tək mənalı var, bir də çox mənalı var. Tək mənalı sözlər nədir? Yalnız bir leksik mənası var. Məsələn, deyirəm ki, telefon, soyuducu, avtobus və s. bu kimi sözlərin yalnız bir leksik mənası var. Bunlar tək mənalı sözlər adlanırlar. Amma çox mənalı sözlər isə eyni məna ilə bağlı, bir-birinə yaxın, amma müxtəlif mənalar ifadə edir. Məsələn, deyək ki, baş. İnsanın başı həqiqi mənadadır, kəndin başıdır, yolun başı desək, burada isə məcazi mənada olacaqdır. Yəni, ilk məna həqiqi olaraq qalır, amma digər mənalar isə məcazi və törəmə mənalar olurlar. Bu isə sözün çox mənalılığı deməkdir. Çox mənalı sözlər tərəfləri ancaq eyni nitq hissəsinə aid olur, müxtəlif nitq hissəsinə aid ola bilmirlər. Məsələn, biz burada açmaq sözünə baxa bilərik. Qapını açmaq desək, bu həqiqi mənadadır və tək mənalı, daha doğrusu ancaq həqiqi mənadadır. Amma desəm, dil açmaq, ürək açmaq, söz açmaq, söhbət açmaq, göz açmaq, burada isə açmaq sözü məcazi mənada olur. Göz açmaq ifadəsində səhər oyandım və gözümü açdım desəm, burada isə həqiqi mənadadır. Biz buradan nə öyrəndik ki, bir sözün bir neçə məcazi mənası ola bilər və elə birləşmələr var ki, onlar həm həqiqi, həm də məcazi mənada işlənə bilər. Digər bir qaydamız amonimlərlə bağlı olacaqdır. Amonimlər yazılışı və deyilişi eyni, amma ifadə elədiyi mənalar isə tamamilə fərqli olan, yəni bir-birinə heç bir əlaqəsi olmayan da tamamilə müxtəlif mənalar ifadə edən sözlərə deyilir amonimlər.
Amonimlər lüğətlərdə çox zaman 1, 2, 3 deyə üzərində rəqəmlər qeyd olunur və bunların hər birinin ayrı-ayrı mənası olduğunu göstərir, amma çox mənalılar dedik ki, bir-birinə yaxın mənalar ifadə edirlər. Bu onların ilk fərqli cəhəti olacaq. Çox mənalılar ancaq eyni nitq hissəsinə aid olur. Amonimlər həm eyni, həm də müxtəlif nitq hissəsinə aid olur. Məsələn, burada bizə bir amonim təqdim olunubdur, yağ. Yağ bir yemək üçün istifadə olan yeyinti məhsulu yağ, nə, isim. Bir də yağış, yağ, yağışın yağması. Burada isə feildir. Deməli, bu yağ sözü müxtəlif nitq hissəsinə aid olan amonimdir. Diqqət eləsək görərik ki, hər birinin ayrı mənası var. Hər biri müstəqil söz olaraq işlənə bilər və hər ikisi həqiqi mənadadır. Və bir-biri ilə əlaqələri tamam, yəni yağan yağışla yeyilən yağın heç bir mənası, yəni yağışın yağması da, yağış yağ, məna əlaqəsi yoxdur. Amma çox mənalı bu əlaqə qorunub saxlanırdı. Bu, deməli, müxtəlif nitq hissəsinə aid olan amonimdir. Eyni nitq hissəsinə aid olan amonimdə isə, məsələn, hava. Bir var ki, soyuq hava, bir də deyə bilərik ki, oyun havası. Burada isə daha doğrusu eyni nitq hissəsinə aid olan amonimlərdir. Ümumiyyətlə, amonimlər dilimizdə çoxdur. Burada bir çox nümunələr göstərilibdir. Siz də bunu videonu saxlayıb, bu sözlərin hər birinin amonimliyi haqqında düşünsəz, digər hər birinin amonimini tapsaz, testləri eləyərkən bu sizə daha asanlıq yaradacaqdır. Məsələn, saç sözünü götürək bu nümunələrdən. Bir var saç, qızın saçı, bir də var günəş, işıq, saç. Yenə müxtəlif nitq hissəsinə aid olan amonimlərdir. Amma elə sözlər var ki, biz onları amonim olaraq işlədə bilmirik. Bunları yazılı olaraq da sizə göndərəcəm. Məsələn, deyək arzu. Mənim arzum müəllim olmaqdır. Burada arzu ümumi isimdir. Qızın adı Arzudur deyirəmsə, bu da xüsusi isim. Ümumi isim və xüsusi isimlər bir-birindən amonim ola bilməz. Bu arzunu biz amonim olaraq götürə bilmirik. Xəzər, bir var dəniz adı Xəzər. Bir də var yenə oğlan adı Xəzər. Hətta çay adı da var, belə içməli çay deyək. Xəzər. Yəni xüsusi isimlər, bunlar da yenə amonim olmayacaqlar. Vurğusuna görə fərqlənən sözlər əkin, əkin, alma, alma. Bunlar da amonim olmur. Niyə görə? Çünki bunların deyilişi eyni deyil, vurğu fərqi var. Bir hərfinə görə fərqlənən sözlər, məsələn, xeyir, xeyir və s. Bunlar ümumiyyətlə amonim ola bilmirlər. Amonimlər həm eyni, həm müxtəlif nitq hissəsinə aid oldu. Amonimlər mütləq ki, həqiqi mənalı oldu. Hər birinin fərqli-fərqli mənaları olur, bir-birindən əlaqəsi olmur. Çox mənalı sözlər isə bir-birinə yaxın müxtəlif mənanı ifadə elədi, ancaq eyni nitq hissəsinə aid oldu və çox mənalı bir sözün çox mənalı olması onun daha doğrusu məcazi mənada işlənməsi onun çox mənalı olması deməkdir. Amma dilimizdə elə sözlər var ki, onlar həm çox mənalı, həm də amonim kimi işlənə bilir. Məsələn, dil. Azərbaycan dili və insanın dili bir-birindən tamamilə fərqlidir. Və bu burada amonimdir. Amma desək insanın dili, pianinanın dili, burada isə bu çox mənalı olacaq. Amma insanın dili, quşun dili desək, bunlar hər ikisi həqiqi mənada. Çünki quşun həqiqətən dili var.